Bu şimdi zəng eləyir. Ay Mepare, aşkım. Alo. Aycan Mepare. Kontr istəyirsən? Kıza sənə milyonlar qurbandı. İndi anamı bir dəqiqə pişim eləyim, qıdıqlayım, 10 manat alım, gedib sənə dükandan göndərəcəm, yaxşı? Hə, gözlə göndərəm. Ana. Aycan, Adasan ana. Ana ağarsan. zikir eləyirəm balam. Ana sənə bir dənə işim düşür. Nə işin düşüb oğul? Ana mənə vacib 10 manat lazımdır, qurban olum. Ədə mənim pulum, nə gəzək bala, gez işlə qazan götür günəm. Aynen 10 manat istəyirəm də qaytaracaq. Ədə mən sənə aradan gətirim, deyirəm ya para pul istəyirsən. Aynen nə mi var? Özümə vacib lazım. Aynen. Yuxum gözümdən köküləyim mənim. Mən sənə pul istədim də nə vardı? İndi gör sənin başıma nə oynatacağam, darıxma. Sən mənə 10 manatı vermədin, hə? Yat. Nə qədər yatırsan yat. İndi səndən məcbur olmaq alacağam. Gözlə. Bismillah. Ay Allah. Uy ay Allah, bu kimdir? Sən kimsən? Mən göylər tərəfindən gəlmişəm. Nə üçün gəlibsən? Sən mənə 10 manat verməlisən. Əgər verməsin, səni özümlə aparacağam. O manatlar sənə qurbandır. Ancaq mənə dəymə qoy, mən yatım. Mən sənə dəyməyəcəm. Pulu ver, çıx get. Cala, mənə dəymə qoy, mən gedim yatım. Ay 10 Allah. manatdır. Hə, 10 manatdır. Gedə Ay bilərsən. Allah, qoy gedim yatım, ay Allah. Ay Allah. Yat səsi çıxardıma. Qulaqları tut. Bir, iki, üç, dört, altı, yedi, sekiz, dokuz, 10. Leparayı kontrol bulursun. Ya elə qorxarsan. Adamdan belə olmaq alarlar. Xoş gəlibsən. Gir içəri. Ay ana. Adam. Ana Allah bilmədən yadım ana. Adam, sən məni din adından, sən məni qorxusun məndən 10 manat pul alırsan. Ana Allah qaytaracaq. Bana 10 manat ver. Qaytaracaq. Sənin gör başlarına oynatacaq zaman, darıxma.